Şuşa rayon Tursu qəsəbəsidir. Telesentr yüksəklik. Buradan deməli baxırsınız bu belə Şuşa görsənir. Bu topadaj Xankəndi göstərir. Xankəndi görürsünüz burada Zəfər Parkının bu da Daşaltının Cızıldüzün üstü. Şuşanın telesentri. Telesentrdən gələn Zəfər yolu. Topxana meşəsi. Topxana meşəsindən gəlirsən bura. Bura çox. Burada döyüşlər gedibdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bura Kis dağıdır. Kis dağı burada dumanlı böyük kisdir. Qabağındakı da bala kisli yeridir. En yüksəklik bir yerdədir. Burada müharibə gedib, burada səngər olan yerlər var. Burada 92-ci ildə döyüşlər gedən vaxtı, baxın patronlar var burada. Belə patron tapışıq. Görürsünüz burada. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində yine bu yolları gəldik, gördük. Çox yüksək yerlərdir. Deməli, ayın 12'si 7. ay 2026. yıl. Burada çox dağlı yüksəklik yerdir. Burada atlar qalıb. Bu müharibə dövründən qabaq qalmış atlardır. Vəhşiləşib. Bax burada hamısı. Çox yüksəkdir. Tursu yüksəkliyi həmişə bura çox yüksək olur. Bax, Tursudan baxanda Şuşa da qalır ayağının altında, Şuşa da qalır, aşağıda qalır. Xankəndi də buradan Ağdama qədər görsənir. Baxın, Ağdama qədər. Göz görünənə qədər Xocalı, Əskərən, Ağdərə. Buradan da belə Xəlfəri dərəsindən gəlir Zarıstı yolu. Buradan gəlir, çıxır. Üzü bu tərəfə. Gəlib çıxır. Yol gəlir, çıxır. Bak, Tursuya gedir. Laçın, Şuşa yolu Tursu. Çok qəşəngdir burada. Baxın, çiçək hamısı açıqdır. Güzel çiçekler var. Burada səngər yerləri də var. Qırpmana bakın. Qırpmana da var. Burada da səngərlər var. Kubikdən özlerine yer düzəldir burada. Bakın. Burada patron gilizləri burada tapdıq. Döyüş gedən yerlər var burada da. Bak burada da yine döyüş gedən yerler səngər olub. Burada da meşoxların yeridir. Görürsünüz burada. Burada da döyüş gedən yerdir. Bir aradan durup buradan bak görürsünüz səngər yeri. Qayanın arasında. Buradan bak Şuşa nəzarət edilmişler. Görürsünüz Şuşa yolu. Burada nəzarət olunurdu. Şuşadan gelen yol, Xankəndi yolu. O belə. Buradan da giden yerlərdir. Daşlarda güllə yeri zad var. Gelen kişiden de bizim de kendimizin şehitleri itkin düştüler Kis dağında. Kis dağında ve bu təxmini ve bu zonada itkin düştüler. 7 tane gidimiz Tursu sakini. Burada. Burada vaxtlarım 92-ci ildən
Deməli ermənilər bu tərəfdən hücuma keçmişlər. Gələn vaxtı və buradan da gəlib Tursuya bu zonadan gəlib giriş eləmişlər və burada şəhid olmuşlar. 92-ci ildə 8 may